Salam, realdasınız. ABŞ və İsrailin İrana zərbələri ilə bağlı İrandan yerli və xarici vətəndaşların təxliyəsi prosesi davam edir. 28 fevral saat 08:00-dan indiyənədək İrandan 300-ə yaxın Azərbaycan və 1500-dən çox əcnəbi vətəndaş təxliyə edilib. Ümumilikdə isə 48 ölkənin vətəndaşı İrandan ölkəmizə təxliyə olunub. Və bir məlumatda diqqətinizə çatdırmaq istəyirəm ki, Nazirlər Kabineti Azərbaycan-İran sərhəddindən yük avtomobillərinin keçidi ilə bağlı yeni qərar qəbul edib. Qərara əsasən Azərbaycandan İrana məxsus yük avtomobilləri, İrandan Azərbaycana isə Azərbaycana məxsus yük avtomobilləri keçid edə bilər. Və hazırda Astara, Biləsuvar və Culfat dövlət sərhəddindən buraxılış məntəqələrindən yük avtomobillərinin keçidi davam edir. Xatırladaq ki, dünən İrana məxsus dronlarla Naxçıvan Muxtar Respublikasına zərbələr endirildikdən sonra Nazirlər Kabineti Azərbaycan-İran sərhəddindən yük avtomobillərinin keçidini tamamilə dayandırmışdı. Lakin yeni qərara əsasən İrandan Azərbaycana, Azərbaycandan İrana yalnız İranlı və Azərbaycanlı məxsus yük avtomobilləri keçid edə bilərlər. Biz hazırda Astara dövlət sərhəddindən buraxılış məntəqəsindəyik. İndiyənə qədər 300-ə yaxın Azərbaycan, 1500-dən çox əcnəbi vətəndaş İrandan ölkəmizə təxliyə edilib. Bir məlumatda diqqətinizə çatdırmaq istəyirəm ki, Azərbaycan hazırda İrandan təxliyə olunan vətəndaşlar üçün əsas keçid məntəqəsi rolunu oynayır və müxtəlif ölkələrin diplomatik nümayəndəlikləri də İrandan ölkəmizə təxliyə olunurlar. Bu sahada çatdıracaqlarım bu qədər. Real izləməyə davam edin.